Mənə elə gəlir ki, biz millət olaraq həm çox çevikik, həm də təsir altına tez düşürük. Mən ən böyük arzum 20-ci əsrin əvvəllərindəki Azərbaycan dilini öyrənmək və o cür danışmaqdır. Çox böyük arzumdur. O sözlərdən Üzeyir bəyin yazdığı, sonra Azərbaycanın böyük mütəfəkkirlərinin yazdığı o dildə, Hüseyn Cavidin dilini mən çox sevirəm. Hədsiz dərəcədə. Pan-türkist idi və o sözlərdən çox istifadə edirdi. Yəni o zaman Azərbaycan dili elə idi. Sonradan ruslaşma gəldi və biz başladıq rus dilindəki, hətta hərflər belə rus hərflərindən, Kiril əlifbasının hərflərindən istifadə olma. Məsələn, yazılar var ki, mən bilirsiniz ki, cazla daha çox maraqlanıram da. 1940-cı ildə Azərbaycan Dövlət Caz Orkestri yaradılanda sərəncamda, elanda belə yazılmışdı ki, orkestrin rəhbərliyi görkəmli kompozitorlar Niyazi və Tofiq Quliyevə həvalə olunmuşdur. Kompozitorlar, bəstəkar sözü yox idi.